Hər birinizi salamlayıram. Deməli, biz bugündən başlayırıq. Time-in test bankının MİQ üçün olan suallarının izahına. Ümumi sınaq birdən başlayırıq. MİQ imtahanına da təxminən 20 gündən az bir vaxt qalıb. Çox güman ki, iyulun 1-dən imtahanlarımız başlayacaq. Çalışacaq ki, imtahana qədər ümumi test bankının izahını edək və yekunlaşdıraq. Başladıq. Ümumi sınaq 1, birinci sualdan. Birinci sualda bizdən xəritə və cədvələ əsasən doğru cavabları müəyyənləşdirməyimizi istəyir və biz xəritədə bilməliyik ki, bizə verilən yerlər hansılardır. Xəritədə 1 ilə göstərilən ərazi Bolqarıstan, 2 ilə göstərilən ərazi Makedoniya, 3 ilə göstərilən ərazi Yunanistan, 4 Osmanlının özüdür, 5 Serbiya, 6 isə Bosniya və Hersegovina. İndi bizə birdə yazıb ki, 3 və 5, yəni 3 Yunanistan, 5-dəki Serbiya. Deyir, bu ölkələrə müharibə elan etməsində 2-ci Balkan müharibəsi başladı. Bir doğrudur, biri götürdük. 2-də 1 ilə 4, Bolqaristanla Osmanlı. Məğlub ölkə kimi Versal konfransında Antanta dövlətlərlə müqavilə imzalayırlar. Doğrudur, Bolqaristan Neyi müqaviləsi, Osmanlı da Sevri imzalayır. 2-ni də götürdük. 1 ilə 2 oldu doğru cavabımız, yəni D variantı. Amma baxaq görək ki, digər variantlarda yanlış olan nədir? 3-də yazıb 2 və 6, yəni Makedoniya və Bosniya Hersegovina. Berlin Konqresinin qərarlarına əsasən idarəsi müvəqqəti olaraq Avstriyanın ixtiyarına verildi. Bu yalnız Bosniya və Hersegovinaya aiddir, ona görə bunu çıxırıq. Sonra 4-də yazıb 3 ilə 5, yəni Yunanistan və Serbiya Ədirnə sülhünə əsasən tam müstəqil oldular. Yunanistan olub, amma Serbiya muxtariyyət hüququ əldə edib, ona görə bu da yanlışdır. 5-də də yazıb 1 və 2, yəni ki, Bolqaristanla Makedoniya 44-cü ildə müttəfiqlərlə müqavilə imzalayaraq Almaniya müharibə elan etdi. Bu da yenə yanlışdır. Doğru cavabımız olacaq B variantı, yəni 1 və 2. Bunlar doğrudur. Sonra gəldik ikinci suala. Bizə deyir ki, Roma sərkərdəsi Pompeydən fərqli olaraq Kanelin Hindistandan Qara dənizə gedən ticarət yollarını ələ keçirdi. Bunu etmək istəyirdilər. Pompeyin dövründə də, Kanedinin dövründə də, amma alınmır. Yəni, zaten Qafqaza yürüşlərinin məqsədi bu idi. Alban hökmdarı Oroysu məğlub etdi. Bu Pompeydir. Alban və İberləri Romaya tabi etdi. Doğru cavabımız budur. Söhbət eradan əvvəl 36-cı ildən gedir. Zoveri məğlub eləyəndən sonra. B-də eradan əvvəl 1-ci əsrin birinci yarısında Albanları məğlub edən Pompeydir. Fraspa döyüşündə Atropatina süvarilərini məğlub etdi. Birincisi məğlub olmalıdır. İkincisi isə bu aiddir Antoniyə. Bunların heç birinə yox. Doğru cavabımız olacaq ikinci sualda C variantı. 3 isə bizdən xronoloji ardıcıllıq istəyir. Marna çayı sahilində döyüş 1914-cü ilin sentyabr ayındadır. Almanların Fransa üzərinə yürüşüdür. Çanaqqala 1915-ci ildə başlayır, 1916-cı ildə bitir. Tannenburg 1914-cü ilin avqustundadır. Almanların Rusiya üzərinə hücumudur. Verdin isə 1916-cı ildə baş verəcək. Xronoloji ardıcıllığımız olacaq birinci 3, 1, 2 və 4. Baxaq görək o haradadır? C variantında. 3-də oldu doğru cavabımız C. Sonra gəldik 4-cü sualda. 4-də belə bir sualımız var. Manna hökmdarı Uali və Şirvan hökmdarı Axistan. Ümumiyyətlə, Ualinin dövründə biz görürük ki, bu adam Ahşeridən sonra hakimiyyətə gəlir və hakimiyyətə gələndən sonra Asturiya ilə ittifaqı bərpa edir. Yalnız bu, Asturiya ilə ittifaqın bərpası. İndi görək Axistanla bunun oxşarlığı nə ola bilər? Axistanla oxşarlığı o olacaq ki, Sələfləri tərəfindən ləğv edilmiş ənənəvi ittifaqı bərpa etmələri. Uali sələfi Ahşeri idi, o Asturla ittifaqı ləğv elədi, bu bərpa elədi. Axistanın da sələfi 3-cü Mənüçöhrü idi, o Səlcuqla ittifaqı ləğv eləmişdi. Axistan gəlib Səlcuqla ittifaqı bərpa eləyəcək. Məsələn, A-da yazılan idarə etdikləri dövlətin sonuncu hökmdarı olmaları hər ikisi üçün yanlışdır. Uali bizə adı məlum olan kitabda keçən son hökmdardır. Çünki Uali eradan əvvəl 530-da hakimiyyətdən gedir. Amma ki, Manna dövləti, daha doğrusu 630-da hakimiyyətdən gedir, amma Manna dövləti 590-da süqut eləyəcək. Slavyanların hücumuna məruz qalan Axsistandır.
C-ni çıxdı. Tabe olduqları dövlətə xəraci dayandırmaları heç birinə aid deyil. Erkən orta əsrlərdə hakimiyyətdə olmaları yenə heç birinə aid deyil. Beşinci sual. 20-ci əsrdə ermənilərə qarşı apardığımız mübarizədə respublikalara aid uyğunluğu müəyyən edək. Burada bizim şərtdə əsas açar sözümüz 20-ci əsr məsələsidir. Ona görə diqqətli olmaq lazımdır. Birinci Respublika dövrü, yəni AXC-nin dövründə nə baş verib? AXC-nin dövründə Keşiş kəndinin azad edilməsi var, Qarabağ əməliyyatı anı götürdük. Qarabağda sabitlik yaratmaq üçün Qafqaz İslam Ordusunun bir hissəsinin oraya göndərilməsi, bəli, bu da var. Söhbət 1920-ci ilin mart-aprel aylarından gedir. Cəbrayıl və Qazax qəzalarının bir sıra torpaqlarının ermənilər tərəfindən tutulması və Azərbaycan SSR-yə aiddir. İkinci Respublika dövründən sini çıxdıq birdən. Sonra gəldik 3-cü Respublika dövrünə. Füzuli rayonunun İranla sərhədi, bu doğrudur, 1994-cü il Horadiz əməliyyatıdır. 94 ağını götürdüm 3-də. Cocuq Mərcanlının təhlükəsizliyin təmin edilməsi 2016 aprel döyüşlərinə aiddir. B-ni götürə bilmirəm. Ağdərə rayonunun ermənilərdən azad edilməsi aiddir 1992-ci il. Yay hərbi əməliyyatlarına Əsgəran, Goranboy, Ağdərə əməliyyatları. 3-dən də A-nın C-ni götürdüm. Sonra gəldik oxşar cəhətlərinə. Oxşar cəhətləri nədir? Xocalının düşməndən azad edilməsi. Xocalının düşməndən azad edilməsi bizdə 21-ci əsrdədir. Ona görə AXC-də də yoxdur, A-nı götürə bilmirik. Milli Şuranın fəaliyyət göstərməsi hər ikisində var. B-ni götürdüm. SSR hərbi qüvvələrinin hərbi yardımı ilə ümumiyyətlə SSR gördünüzsə çıxın. Nə bizdə Birinci Respublika SSR-ni görməyib. İkinci Respublikada görsə belə cəmi neçə aylıq oktyabrda müstəqil olmuşuq. Noyabr, dekabrda da SSR süqut edib, ona görə C-ni də çıxdı. Doğru cavabımız olacaq 1-də A, B, 2-də B, 3-də də A-nın C. O da hardadır? A variantındadır. Sonra gəldik 6-cı suala. Belə bir uyğunluq istəyir bizdən. Böyük Britaniya 2-ci Dünya müharibəsindən sonra tədbirlər, iqtisadi və siyasi. A. Leybadistlərin əvəzi ödənilmədən bir çox sənaye müəssisələrinin milliləşdirilməsi yanlışdır. Əvəzi ödənilərək milliləşdiriblər, ona görə A-nı çıxdım. İngiltərənin Ulsterə qoşun yeritməsi, bu təbii ki, siyasi məsələdir. Yazdıq 2-yə. ABŞ-nin birbaşa dəstəyi ilə Falkland böhranında qələbə qazanması siyasi məsələdir, götürdük. Margaret Thatcher hökuməti sərt maliyyə sisteminə başlamaqla vergiləri artırıb iqtisadi məsələdir, doğrudur. Clement Attlee'nin 45-ci ilin yayında Potsdam konferansına iştirak etməsi siyasi məsələdir, amma hələ 2-ci Dünya müharibəsi bitməyib. 2-ci Dünya müharibəsi dövrünə aid. Ona görə yeni də götürə bilmirik. 1-də olur D, 2-də olur B ilə C. Sonra gəldik 7-ci suala. 7-də bizə deyir ki, 7-ci əsrin ikinci yarısı Dəbil, 8-ci əsrdə Bərdə şəhərləri. Doğru cavab nə olacaq? Paytaxt şəhər olmaları deyil. Çünki həmin dövrdə Azərbaycanda belə bir müstəqil dövlət, bir dənə şey var, Albaniya var. Albaniyanın da paytaxtı Bərdə 5-ci əsrdə olub. Cənubi Azərbaycanın mərkəz şəhərləri, bunların heç biri Cənubi Azərbaycanda yerləşmir. Ümumiyyətlə, həmin dövrdə 7-ci əsrdə ərəblərin gəlişinə qədər olan mərkəzimiz Ərdəbildir. Ərəb-Xəzər müharibələrindən sonra isə Marağadır. Ona görə C-beyində çıxdıq. Ərəblərə qarşı üsyanlarda xüsusən fərqlənmələri, nə Bərdədə, nə də Dəbildə bir üsyanımız yoxdur. Ona görə C-ni çıxırıq. Qafqazdakı ərəb canişinin iqamətgahı idilər, bəli. Birinci ərəblər Azərbaycanın şimalına gələndə Dəbil olur mərkəz. Sonra 705-ci ildə Albaniyanın süqutundan sonra Bərdə olacaq mərkəz. Slavyanların yürüşü də ümumiyyətlə Azərbaycana başlayıb 9-cu əsrin sonlarında. Həmin dövrdə Slavyanlar yoxdular. 7-də oldu D. 8-də ABŞ tarixində baş vermiş hadisələrdən ilk olmayanı seçək. A ilkdir. İlk qara dərli prezidentimiz Obamadır, bəli. Konstitusiya ilk düzəliş George Washingtonun dövründə, bəli. Lend-Liz ilk dəfə Böyük Britaniyaya şamil edilib, bəli. Amma ABŞ tarixində ilk demokrat prezident Avram Lincoln deyil. ABŞ tarixində ilk respublikaçı prezident bəlkə götürə bilərik ki, bu Avram Lincolndur. Çünki 1854-də Respublikaçılar Partiyası yaranır. Düz indi bunu çıxardıblar kitabımızdan yaranmasını. Amma 1859-da Avram Lincoln prezident seçkilərində qalib gələcək, 60-da da vəzifəni icra etməyə başlayacaq və respublikaçı da demokrat deyil.
Sonra 9-da Roma təqviminin 535-ci ilində, ümumiyyətlə Roma Yunan təqvimi ən asan təqvimlərdən biridir. Niyə? Çünki rahat bir şəkildə Romanın 535-ci ili deyirsə, biz nə edirik? Heç nə, Romada təqvimin başladığı ili götürürük. Deməli, 753, 753-dən çıxırıq 535-i. Görək nə qalacaq doğru cavab. 13-dən 5 çıxanda 8, 4-dən 3 çıxanda 1, bu da 2. 218 eradan əvvəl. Və deyir, ikinci Pun müharibəsinin 17 il davam etməsini nəzərə alsaq, yəni 218-dən də neyinirik? Heç nə. 17-ni çıxırıq, qalır eradan əvvəl 201. Doğru cavabımız olacaq C. Sonra 10-da ABŞ prezidentlərinə aid uyğunluğu müəyyən eləyək. Biraz belə ayıraq, görsənsin. Kim var burada? Woodrow Wilson var, Franklin Roosevelt var, bir də Harry Truman var. Nə deyir bizə? Deyir ki, konstitusiyaya düzəlişin edilməsi. Konstitusiyaya düzəliş bizdə kimlərin dövründə var? Bir, Harry Truman'in dövründə var. Woodrow Wilson'un dövründə var. Ona görə A-nı götürəcəyik 2-yə. Dünya müharibəsində iştirak etməsi. Bu, hər üçü üçündə oxşarlıqdır. Woodrow Wilson Birinci Dünya müharibəsi bütöv ondadır. Franklin Roosevelt və Harry Truman isə 45-ə qədər Rooseveltdir, 45-in artıq yayından etibarən Harry Truman'dir. Onu əvəz edib və müharibə bitəndə də Truman idi. 4-ü götürdük B-yə. Hakimiyyəti illərində bitərəf siyasət yürütmələri. Bitərəf siyasət yürüdənlər kimlərdir? Franklin Roosevelt bitərəflik haqqında qanun və Woodrow Wilson'un dövründə də yenə biz bitərəflik görürük. ABŞ bitərəflik siyasət yürüdür və müharibədə iştirak etmir. Sorama qoşulacaq. SSR nümayəndələri ilə müxtəlif konfranslarda iştirak etməsi. SSR nümayəndələri ilə konfransda iştirak edənlər Franklin Roosevelt və Harry Truman'dir. Roosevelt 2 dənə konfransda iştirak edəcək. Tehran və Krım. Harry Truman isə Pakistanda 3-ə götürdük D-ni. Soyuq müharibədə iştirak etməsi isə yalnız Truman'a aiddir. Amma baxırıq ki, burada sırf Truman'in özünü göstərən, yəni hər hansısa bir hökmdarın sırf özünü göstərən bir rəqəm yoxdur. Yəni burada bir şey yoxdur, burada bir şey yoxdur. Ancaq ikisi üçün oxşarlıq və yaxud həm də üçü üçün oxşarlıq olan bir şeylər istəyib bizdən. Doğru cavabımız olacaq 1-də C, 2-də A, 3-də D, 4-də də B variantı, o da hardadır? A variantındadır. Sonra gəldik 11-ci suala, proseslərin mümkün nəticələrini seçək, görək nədir? Böhr qanunun qəbul edilməsindən başlayıb, yəni 1765-dən. Sonra Boston limanı bağlanıb 73-də. Sonra da kolonistlər İngiltərəyə qarşı üsyan qaldırıblar 74-75-ci illərdə və müharibə başlayıb. Amerikaya ilk qaradərli Afrikalını Hollandlar gətirirlər. Bu 1619-dadır. Görürük ki, ardıcıllıq olaraq düzgün deyil. Amma koloniyalar azadlıq uğrunda mübarizəyə başlayırlarmı? Bəli. Kolonistlər qərbə tərəf köç edə bilməzdi. Bu proses bundan əvvəldir. 18-ci əsrin ortalarında qoyulan qadağalara aiddir. Ona görə 3-ü çıxırıq. Franklini bəli göndərirlər Konqres tərəfindən Parisə. Müharibənin gedişində olan bir şeydir. 4-ü götürəcəm. Və sonra da elə müharibə 5 Parisdə müqavilə ilə bitəcək. 2, 4, 5, o da D variantıdır. Sonra gəldik 12-ci sual. Doğru cavabı müəyyən eləyək. Bu nəşrdə belə çıxıb, amma time sonra qeyd elədilər ki, burada xəritəni dəyişiblər və 19-cu əsr xanlıqlar dövrünə aid olan xəritə veriblər. Sadəcə kitabda belədir deyə biz də bunun üzərindən qeyd eləyəcəyik. Birinci baxmalıyıq ki, bizdə xəritədə verilən ərazilər haradılar. Bir Şəkidir, yazabura Şəki, 2 Gəncədir, 3 Naxçıvandır, 4 Şuşadır, 5-dəki İrəvan. Görək nə istəyir bizdən. 19-cu əsrdə ruslar tərəfindən tutulduqdan sonra ermənilər köçürülmüşdü. Bir dəqiqə üzr istəyirəm. Deməli, deyir 19-cu əsrdə ruslar tərəfindən tutulduqdan sonra ermənilər köçürülmüşdü. Hara köçürülüblər ermənilər? Ermənilər çox yerə köçürdüblər. İrəvana köçürdüblər erməniləri. Ruslar tutandan sonra. Şəkiyə köçürdüblər 1806-cı ildə, Gəncəyə də köçürdüblər. Hələ ki, bunları saxlayaq yadımızda. Sonra
Bizə nə deyir? Deyir ki, 19-cu əsrin birinci rübündə xanlıq idarə üsulunun ləğv edilməsi. Hə, belə olanda İrəvan sıradan çıxır. Çünki İrəvanın ləğvi birinci rübdə deyil, 1828-dədir. Getdi. Amma Şəki ilə Gəncə qaldı. Çünki biri 19-dadır, biri də 1804-də. İkinci Rus Qacar müharibəsinin gedişində xanları tərəfindən xanlığın mərkəzi azad edilmişdi. Hə, baxıram ki, məndən konkret istəyir Şəki və Gəncəni. O da Y variantındadır, 1 və 2 olaraq. Gəldik 13-ə. Rusiya tarixində ilk dəfə Qara dənizdə üzmək, Bosfor, Dardanel boğazlarından sərbəst keçmək hüququ verilib nə zaman? Kiçik Qaynarca müqaviləsi ilə. Bu da 1774-cü ildədir. Doğru cavabımız olacaq 13-də B. Gəldik 14-ə. 14. Belə bir xəritəmiz var və deyir ki, Antanta Ali Şurası tərəfindən AXC-nin müstəqilliyi tanındıqdan sonra Bakıda öz diplomatik nümayəndələrini açmağa başlayan dövlətlərdən olmayanı xəritə əsasında müəyyən edin. Yenə biz birinci baxmalıyıq ki, xəritədə olan dövlətlər hansılardır? Xəritədə 1 İsveçrə, 2 hardadır? 2 Finlandiya, 3 deməli Danimarka, 4 Avstriya, 5 də ki Estoniya. Biz burada Finlandiyanı görürük, İsveçrəni görürük, Avstriyanı görürük. Amma nə Estoniyanın, nə də ki, daha doğrusu üzr istəyirəm. Finlandiyanı görürük, Danimarkanı görürük, İsveçrəni görürük, amma nə Avstriya, nə də ki, e, Estoniyanın bizdə bir diplomatik nümayəndəlik açmaq istəyini görməmişik. Belə bir şey yoxdur. Buna görə doğru cavabımız olur Y variantı 4 və 5. Sonra gəlirik 15-ə. Səlcuqlarla bağlı səhv verilmiş cavabı müəyyən edək. A doğrudur. Vəhşdan müqavimətin mənasız olduğunu görüb müqavilə imzalayır. Doğrudur. Qərbi İranı və Azərbaycanın cənubuna İbrahim Yenal gələcəkdir. Doğrudur. 11-ci əsrin birinci yarısında olduğu kimi həm nəsil ikinci yarısında da Səlcuqlar Bizans qoşunlarını məğlub ediblər. Bu da doğrudur. Amma Y variantında gördüyümüz məsələ Şavurun dövrünə aid deyil. Düzdür, saziş imzalayırlar. Buradan bir dənə Şavur söhbətin çıxsaq, ümumi cümlə doğrudur. Amma bu Şavurun dövründə deyil. Şavurun dövründən əvvəl 1048-ci ildə bunlar zaten bir müqavilə imzalayırlar Şəddadi hökmdarı ilə. Amma ondan sonra Şavurun dövründə də 1054-cü ildə müqavilə olur. Yəni Şavurun dövründə olan müqavilə 1054-dədir. 48-də olan Şavura aid deyil. Doğru cavabımız oldu 15-də Y. 16-da 4-cü İvana aid deyil. İlk dəfə çar titulunu qəbul edib. Bəli. İşğal yolu ilə ərazisi genişləndiribmi? Bəli, o Qazan Həştar xanlıqlar barədə D-də gördüyümüz. Volqa Xəzər ticarət yolu Rusiyanın əlinə keçibmi? Bəli, elə bu xanlıqların işğalı nəticəsində. Amma burada Boyar Dumasının yox, Boyar müxalifətinin ləğvini görürük. Duma anlayışı sonradan meydana gələcək Rusiyada. Yəni 16-cı əsrdə Duma yox, Boyar müxalifətini ləğv edəcək. Ona görə doğru cavabımız olacaq C variantı. Sonra 17-də Ağqoyunlu Uğurlu Məhəmməd və Səfəvi Əlqas Mirzə. Zaten Uğurlu Məhəmmədin dövründə bir dənə bir şey var. Əlqas Mirzənin də 1-2 dənə. Şirvan bəylərbəyi olan Əlqas Mirzədir. Anı çıxdı. Atalarına qarşı çıxıb Osmanlıya sığınmaları Uğurlu Məhəmmədə aiddir. Amma Əlqas Mirzə atasına yox, qardaşı 1-ci Təhmasibə qarşı çıxıb. Sivasdakı qiyama rəhbərlik edən Uğurlu Məhəmməddir. Əlqas Mirzə Şirvandakı qiyama rəhbərlik edib çıxdı. Amma Azərbaycanda hər ikisi qiyam qaldırıb və İstanbula qaçıblar. Bu oxşarlıqdır. Dövrlərinin qüdrətli hökmdarları olmalı da yanlışdır. Ümumiyyətlə heç birinə aid deyil. Sonra gəldik 18-ci suala. 18-də belə bir sualımız var və bizə deyir ki, əsasnamə haqqında verilmiş məlumatlardan biri yanlışdır. Nədir yanlış olan? Əsasnamə Azərbaycanlı mülkədar zadəganların mənafeyinə uyğun tərtib edilmişdimi? Bəli. İslahata əsasən mülkədarlar ən yaxşı torpaqları öz mülkiyyətində saxladılarmı? Bəli. İslahat Azərbaycanda yaşayan bütün sahibkar kəndlərinə şamil edildimi? Xeyr. Çünki Zaqatala dairəsi bu islahatdan kənarda qalmışdı. C-ni çıxdı. Biyar əvəzinə əkin torpaqlarının hər hissiyatına görə pul mükəlləfiyyəti doğrudur. Çar hökuməti islahatı ilə keçirməyə çalışırdı ki, mülkədarlara zərər vurmasın. Bu da doğrudur. 18 oldu C. Gəldik 19. Uyğunluq pozulub. Görək harda?
Əmir Teymur Qaradənizə çıxış əldə etdi Gürcüstanı tutmaqla, bəli. Dehli sultanlığının sübutunu sürətləndirdi Teymurun yürüşü, bəli. Teymurla Toxtamış arasında münasibəti pisləşdi. Toxtamışın Azərbaycana hücumu, bəli. Teymurilərin Azərbaycanda ağalığına son qoyuldu 14-cü əsrin əvvəllərində, yox, 15-ci əsrin əvvəllərində 1408 Sərdurud döyüşü ilə. Buna görə D variantı yanlışdır. Y variantı da yenə eyni şəkildə doğru cavabdır. 20. Səlcuqlar Mərkəzi Asiyada aparıcı siyasi qüvvəyə çevrilirlər. Malazgirt Anadoluda çıxdı. Paytaxtın Reyə köçürülməsinin ona bir aidiyyatı yoxdur, çıxdı. Məlikşahın hakimiyyətə gəlməsi nəticəsində deyil, çıxdı. Səlcuq bəyin Buxar ətrafının məskunlaşması nəticəsində deyil, amma Dəndənəkan döyüşü nəticəsindədir. Çünki Dəndənəkan döyüşü nəticəsində Səlcuqlar bütün Xorasana yiyələnirlər və Mərkəzi Asiyada aparıcı qüvvəyə çevrilirlər. Doğru cavabımız olacaq Y. 21-də AXC-nin ikinci hökumət kabineti üçüncü hökumət kabinetlərindən fərqli olaraq nədir? Bakıda fəaliyyət göstərib, oxşarlığı da 3 zaten tamamilə Bakıdadır, amma 2 bir müddət Gəncədə, sonra Bakıda olub, anı çıxdı. İcraedici hakimiyyətləri, bəli, ümumiyyətlə hökumət kabinetləri icraedici orqanda. Fətəli Xanxoyski rəhbərlik edibmi? Bəli, oxşarlıqda çıxdım. Amma PCD yeganə hakimiyyət hökumət kabineti ikinci hökumət kabinetidir ki, müəyyən bir müddət qanunverici səlahiyyətə də malik olub. Nəsib bəy Yusif bəyli isə 4-dən 5-ə rəhbərlik edib. Ona görə Y-də yanlışdır. 21-də olacaqdır. 22-də Ağqoyunlu və Səfəvi dövlətlərinin oxşar cəhətini müəyyən eləyək. Eyni əsrdə yaranmaları, xeyr, biri 15-də yaranıb, biri 16-da yaranıb, anı çıxdı. Azərbaycanın şimal torpaqlarında yanlışdır, hər ikisi cənubdadır, Təbriz. Bütün Azərbaycanı vahid birləşdirən Səfəvidir, Ağqoyunlu birləşdirməyib çıxdım. Teymurilərlə mübarizə aparan Ağqoyunlu aparıb, amma Səfəvi dostu Teymurilərlə. Qalibiyyətli müharibə nəticəsində yaranıblarmı? Bəli, Ağqoyunlu Qaraqoyunlu üzərində müharibə nəticəsində, Səfəvi isə Ağqoyunlu üzərində müharibə nəticəsində yaranacaq. 23. Xronoloji ardıcıllığı müəyyən eləyək. Kül torpaq sahibinin yaranması 16-cı əsr. Kəndlərin azadlara və uluclara bölünməyə başlaması 9-cu əsr. Vəqf götürək 8-ci əsr ərəblərlə. İncudakı Monqollarla 13-cü əsrdə. Deməli, nə olacaq doğru cavabımız? 3, 2, 4, 1. O da hardadır? A variantında. 24-də sxemi tamamlayaq. Belə bir sxemimiz var. Yaxınlaşdıraq. Pyotr Avropaya böyük elçiliyi göndərdi. 17-ci əsrin sonunda, 17-ci əsrin 90-cı illərində. Və elçiliyini göndərdi, düzdür, istəyirdi ki, Osmanlıya qarşı bir ittifaq yaratsın, alınmadı, amma İsveçə qarşı Şimal İttifaqı yaradıldı 1700-də. Sonra Poltava döyüşündə Rus ordusu qalib gəldi. Poltava ilə müqavilənin arasında olan bir şey axtaracaq. Yəni 1709 ilə 1721-in arasında nə var? Rusiya imperiya çevrildi. Baxın, əgər burada bizim üçün bir dənə də belə bir şey qoysaydı və bu ox 5-dən bura gəlsəydi, bu 6 olsaydı, mən 6-ya S-ni götürə bilərdim ki, müqavilə imzalanır, çıxış əldə eləyir, ondan sonra artıq Rusiya olur imperiya. Amma burada onu müharibənin ortasında verib deyə götürə bilmirəm. S-ni çıxdım. Heç B-ni görmədim. B-də müharibə ilk vaxtlar müttəfiqlər üçün uğurlu oldu. Müttəfiqlər zaten elə Şimal İttifaqının üzvləridir. Əksinə, ilk vaxtlar biraz uğursuz olur, amma sonraki dövrdə Poltavada böyük bir dönüş yarada bilirlər və öz xeyirlərinə çevirirlər. Buna görə B-ni çıxıram. Və Poltava deyir, 4-də mən ilk dövrlər üçün ilk vaxtları götürə bilmərəm. D-də Rusiyada mütləq monarxiyanın formalaşması başa çatdı. Rusiyada mütləq monarxiyanın formalaşması başa çatır. Bu Pyotrun dövründədir. Bu proseslərdən sonradır. Pyotrun islahatlarından sonradır. Əgər burada da bir dənə bizə 7 yazsaydılar, onu da ora götürə bilərdik. Buna görə D-ni də çıxırıq. Şimal müharibəsinin Rusiyanın qələbəsi ilə başa çatması, bəli. Şimal müharibəsi Rusiyanın qələbəsi ilə başa çatır. 4-də yazırıq Y-ni və nəticəsində Rusiya Baltik dənizinə çıxış əldə edir. Yəni 2-də A, 4-də də Y, o da D variantındadır. 25. Çar 1-ci Aleksandrın hakimiyyəti dövrünə aid deyil. Qacarlarla müqaviləmiz var. Ümumiyyətlə, dövrü 1801-1825-dir. Müqaviləmiz var. Gürcüstan müqaviləsi çıxdım. İsveçə qarşı müharibə varmı? Var. Bir şey yadınızda saxlayın. Rusiya İsveçə qarşı həm 17-ci əsrin ikinci yarısında, həm 18-ci əsrdə, həm də 19-cu əsrdə müharibə açıb.
Osmanlılarla müqavilə imzalaması birinci Aleksandrın dövründə var. 1812 Buxarest müqaviləsi yeni çıxdı. İngiltərəyə qarşı kontinental blokadaya qoşulması var. 1807 Tilsit müqaviləsi yeni çıxdı. Amma qanunverici orqanla Dövlət Şurası qanunverici deyil, qanunları çar verir, icra edicidir. Yeni də çıxdı. Elə bizim aid olmayan Y variantıdır. 25-də doğru cavabımız oldu Y. 26. Səfəvi dövlətinə aid olmayan bəndi seçək. Y'dən başlayacağım çünki doğru cavabımız A'dır. Niyə elədi deyəcəm. 16-cı əsrin birinci və ikinci yarısında döyüşlərdə Osmanlıların məğlub edilməsi. Bəli. 16-nın birinci yarısında biz 1535 Həmədan və 1554-cü il Buğuz döyüşlərində Osmanlını məğlub eləmişik. 16-nın ikinci yarısında isə 1583 Niyazabad döyüşündə məğlub ediləcəyik Osmanlı və Krımı yeni çıxdı. Yeni bəylərbəyliklər. Birinci yarıda 1538 Şirvan bəylərbəyliyi var. İkinci yarıda 1593 Azərbaycan bəylərbəyliyi var. Oxşardı çıxdım. Sonra Şirvanşahlar dövlətinə asılı hala salması aiddir. Şeyin dövründə İsmailin Şirvanşahlar və Şəki ası vəzifə salınır. Seni çıxdım. Marağa rəsədxanası bərpa elətdirilir. Elə bu da yenə İsmailin dövründədir. Beyndə çıxdım. 17-ci əsrdə inzibati cəhətdən 4 bəylərbəyliyə bölünməsi bu yanlışdır. Çünki Səfəvi dövləti yox. Səfəvi dövlətinə tabe olan Azərbaycan ərazisi inzibati cəhətdən 4 bəylərbəyliyə bölünüb. Fikir verin, bəylərbəyliklər bizim keçdiklərimiz hansıdır? Təbriz, Şirvan, Çuxursəd, bir də Qarabağ. Bunlar hər biri Azərbaycan ərazisini təşkil edən bəylərbəyliklərdir. Səfəvi dövləti özü 13 bəylərbəyliyə bölünüb. Yəni biz indi onu keçmirik. Amma yəni universitetdə falan əgər müəllimlərimizdən xatırlayan olarsa, bu vaxt biz Səfəviləri ilə keçirdik. Sonra gəldik 27-yə. İrəvan, Coruz, Laçın, Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan yarandı. Bu 2018 Günnüt əməliyyatıdır. Baxaq görək hardadır o? Y variantında. Bəli. İrəvan, Coruz, Laçın və Xankəndi avtomobil yoluna nəzarət eləməyə imkanımız yaranır 2018 Günnüt əməliyyatı nəticəsində. 28-də Urnayrın hakimiyyət illərinə aid deyil. A aiddir, B aiddir, C aiddir, D aiddir, amma Y geri qaytarılma 387-də müqavilə iləndir. Amma Urnayr artıq 371-də Dizrab döyüşündən bir müddət sonra vəfat edəcək, döyüşdə yaralandığına görə. Bu cavabımız olacaq Y. 29. Eyni ildə baş vermişdir. Görək nə baş verib. Kirmanşah sülhü 1732-dədir. Rusların Xəzəryanı vilayətlərdən tamamilə çıxarılması isə 1735-də. A-nı çıxdım. Muğan qurultayı 1736-dadır, amma Nadirin Hindistana yürüşü 1737-38-dən başlayır. B-ni çıxdım. 3-cü San Mirzə üsyanı 1747-dədir, amma Nadirə qarşı ilk üsyan, Nadir xana qarşı ilk üsyan. Nadir xana qarşı ilk üsyan 1734-də Astaradadır. C-ni də çıxdım. İkinci San Mirzə üsyanı 1743-dədir. Hacı Çələbinin Şəkini müstəqil elan etməsi də 43-dədir. Doğru cavabımız D-dir. D-ni götürdüm. Nabur sazişi 1727-dədir, amma Dərbənddən Gilana qədər 1723 Peterburq müqaviləsində ilhaq edilib, İstanbul müqaviləsində də təsdiq edilir. Doğru cavab oldu D. 30-da 47-ci il kəndlər səsnamələrinə aid deyil. Baxın elə A variantı, İrəvan quberniyası. İrəvan quberniyası 1849-da yaradılıb. Buna görə A-nı götürə bilmirik. Keçən əgər müəllimlərimiz xatırlayırsa, belə bir sual da var idi. Məsələn, yazmışlar Yelizavetpol qəzası. Amma müəllimlərin çoxu onu Yelizavetpol quberniyası olaraq götürmüşdür. Ardıcıllıq dəyişilməlidir. Yanlış ardıcıllıq düz olsun deyə. O müəllimlərin böyük bir qismi onu 1868 quberniya ilə götürmüşdür deyə yanlış çıxmışdı. Burada da eyni şəkildə İrəvan quberniyası yoxdur ki, onların sayıqlaşmasına bu aid edilsin. Yerdə qalan hər biri aiddir. 31-də nə istəyir bizdən? Azərbaycan sənayesinə ilk xarici kapitalı qoyublar kimlər? Baxaq, fransızlar gələcəklər 19-cu əsrin 80-ci illərində. ABŞ-ı 20-ci əsrin əvvəllərində görəcək. İngilislər 19-cu əsrin 90-cı illərindədir. İsveç kapitalı 19-cu əsrin 70-ci illərindədir neft sənayesində, amma Almanlar 19-cu əsrin 60-cı illərindədir. Gədəbəydə Alman kapitalına əsaslanan mis əritmə zavodu. Doğru cavabımız olacaq D.
Sonra gəldik 32. Ziya Bünyadov bu ərazinin azad edilməsinə iştirak etmişdir. Polşa və Çexoslovakiya. Hani Polşa? Polşa xəritədə. Deməli, buradan gələndə İspaniya, bura Fransa, bura Almaniya, bura Polşa, 5 isə Moldavadır. 5 Moldava. Moldava nədir? Çox üzr istəyirəm. Moldava buradadır. Ukraynanın aşağısında. Belorusiya. Belorusiya deməkdən deyirəm Moldova. 5 Belorusiyadır. 1 Estoniyadır. 2 Latviyadır. 3 də Litvadır. Bu belə. Doğru cavabımız oldu C. Sonra Qara Osman bəy Bayandurov Ağqoyunlu Bərainin ərazisini genişləndirmək imkanı qazanır. Bilirsiz nə vaxt? 2402-ci ildə Ankara döyüşündə Osmanlılar üzərində qələbədən sonra Əmir Teymurun qələbəsindən. Çünki burada fikir verin, elə də Osmanlı ilə Teymuri döyüşür. Osmanlının yanında Qaraqoyunlu var, Teymurun da yanında Ağqoyunlu var. Ağqoyunlular Teymuriləri dəstəkləyirlər, fürsətdən də istifadə edib bəzi istəklərinə çatacaqlar. 34. Rusiya tarixində ilk hərbi donanmanı yaradan Pyotrdur. Öz islahatları ilə daimi ordu və donanma yaradılır. Seni çıxdı. 35-də Stuartların hakimiyyət illərinə aid edilə bilməz. Stuartlar 1603, 1649, bir də 1660, 1688-ci illərdə rəhbər oldular İngiltərədə. Əbədi dostluq 1621-ci ildədir. Anı çıxdım. Parlament ilə vətəndaş müharibələrinin hər ikisi ilə məğlub olmaları 1642-46 birincidir, 48-də ikincidir, məğlub olublar, B-də çıxdım. 1648-ci ildə İrlandiyanın köməyi ilə parlamentə qarşı müharibəyə yox, Şotlandiyanın köməkliyi ilə, buna görə C yanlışdır, C-ni götürdüm. Hökümdarlarından biri edam edilir, bəli, 1-ci Charles'ı 1649-da edam eləyəcəklər. Hakimiyyətin də onlara Tanrı tərəfindən verildiyini iddia edirlərmi? Bəli, elə 1-ci James'in dövründə. Sonra 36 Heydər Əliyevin Respublikaya birinci rəhbərliyi dövrünə aiddir. Birinci rəhbərliyimiz 1969-82-ci illərə əhatə eləyir. Ölüm cəzası 1998-ci ildədir. Prezidentliyi dövründədir və ya ikinci rəhbərliyi dövründədir. Çıxdım. Əsrin müqaviləsi ilə 1994-dədir. İkinci rəhbərliyinə düşür, çıxıram. Azərbaycan Qası Avropa Şurasının tam hüquqlu üzvü olur 2001-ci ildə. Bu da ikinci rəhbərlikdə də çıxdım. Ölkənin Azərbaycan Respublikası adlandırılması ümumiyyətlə Heydər Əliyevin dövrünə aid deyil. 1991-ci ilin 5 fevralında olub bu. Sovet sosialisti götürülür. Məişət kondisionerləri bəli 1975-ci ildə Heydər Əliyevin birinci rəhbərliyi dövrünə aiddir. Testlərdə, bax, elə hazır bu çıxmışkən bir məsələni qeyd edeyim. Birinci rəhbərliyi 1969-1982-ci ildir. İkinci rəhbərliyi isə Heydər Əliyevin Respublika prezidentliyi dönəmləridir 1993 və 2003-cü illər. İkinci rəhbərlik özü də iki yerə bölünür. Birinci prezidentlik 1993-98 və ikinci prezidentlik 1998-2003-cü illər. Bu, yenə testlərdə çaşdırıcı məqam kimi istifadə edə bilərlər bizim üçün. Növbəti, daha əvvəl olmuşdur. Heysam ibn Xalqın ilk dəfə Şirvanşah titulu qəbul etməsi 861. Məziyyətlərin iqamətgahı Gəncəyə köçürməsi 859. Dərbənd əmirliyi 869. Yarımüstəqil Rəvvadə əmirliyi 8-ci əsrin sonlarında. Əbu Sac xilafət ordusunu məğlub edib 917-də. O, daha əvvəl olan D variantı. 38. Şirvanşahlar dövlətində hakimiyyətdə olmuş Kəsranilər sülaləsinin dövrünə aid deyil. Kəsranilər 1027-1382-ci illərdə hakimiyyətdə olublar. Səlcuqlar Şirvan tutdular 1066-da aiddir Fərbürzün dövründə. Slavyanların hücumunun qarşısını almaq üçün 1030-cu ildə 1-ci Mənçur Arazın qarşısını bəndən kəsir, çıxdım. Şamaxıda zəlzələ 1192-də düşür, çıxdım. Amma paytaxtın Şamaxıya köçürülməsi 918 Əbu Tahir və Məziyyədilərə aiddir. Sultan Mahmud da 1123-cü ildə yürüş edir, bu da düşür. Sonra 39. 1722-ci ilin avqustu və 18-ci əsrin 90-cı illər arasındakı ortaq cəhət. Burada A variantında Bakı görürük. Bunu bizi çaşdırmaq üçün qoyublar. Çünki Bakıya yürüş, daha doğrusu Bakını işğal etməsi 22-ci ilin avqustunda deyil. Ruslar 22-ci ildə Bakını tuta bilmirlər, amma 23-də tutacaqlar. Anı çıxırıq, Dərbəndi tutacaqlar 22-ci ilin avqustunda. Baxaq. B ona görə olmur ki, 90-cı illərdə Pyotr deyil, Yekaterina idi, B-ni çıxdıq. Doğru cavabımız C-dir. Rusiyanın Osmanlının bölüşdürülməsi görmürük. Səfəvi hakimlərini məğlub etməsi 22-ci ildə ola bilər, amma 90-cı ildə də Səfəvi yox. Getdim. Gəldik son sualımıza. Azərbaycan SSR-nin 20-ci əsrin 30-cu illərinə aid mədəni quruculuq hadisəsini müəyyən eləyək. İkinci konstitusiya 1936-37-dir bizdə.
Amma konstitusiya dövlət quruculuğudur, mədəni deyil. Onu çıxdı. Üzeyir Hacıbəylinin Koroğlu operasının tamaşaya qoyulması 1937-dir. Bəli, elə doğru cavabımız bu olacaq. B-ni götürdüm. Azərbaycan SSR Kiril əlifbasına keçir 1940-cı ildə. Çıxdım. Azərbaycan SSR Elmlər Akademiyasının yaranması 1945-də. Çıxdım. Kolxozçuların pasportlaşmadan kənarda qalması, bu da yenə 32-ci illərdə, 30-cu illərə düşür, amma mədəni tədbir deyil. Çıxıram, doğru cavabım olur B variantı. Hər hansısa bir sualınız olarsa, testin içərisində qaranlıq qalan bir məsələ rəydə qeyd edə bilərsiniz mütləq şəkildə. Birinci sınağımızın izahı bu qədər. Növbəti izahlarda görüşənə qədər hələlik.